Bakıda yanğın hadisələrinin baş verdiyi binaların altında müxtəlif obyektlərin mövcudluğu təhlükəni daha da artırır. Bu obyektlərdə yanan materiallar və insanların sıxlığı yanğının sürətlə yayılmasına səbəb ola bilər. Həmçinin yanğın zamanı təxliyə yollarının bağlı olması insanların həyatını riskə atır. Buna görə də binalarda təhlükəsizlik qaydalarına ciddi riayət etmək və yanğınların qarşısını almaq həyati önəm daşıyır. Bəs bu təhlükələrdən necə qoruna bilərik? Mövzu ilə bağlı missiyada danışan təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib ki, binalarda təhlükəsizlik tədbirləri çoxmərtəbəli yaşayış mühitinin ən vacib komponentlərindən biridir. Tüstü olan zonalara yerə yaxın hərəkət etmək lazımdır ki, əsasən tüstü ilk növbədə hündürlüyə doğru yığılmağa davam edir. Ona görə də yerə doğru uzanaraq, oturaraq hərəkət etmək tüstüdən zəhərlənmə hallarını minimuma endirir. Mümkün qədər tez təhlükəsiz əraziyə çıxmaq lazımdır. Əgər çıxış yolu bağlıdırsa, təxliyə olunmaq mümkün deyilsə, sakinlər qapı boşluqlarını nəm parça ilə bağlamalı, tüstünün qarşısını kəsməli və balkona çıxaraq kömək gözləməlidirlər müvafiq dövlət qurumları tərəfindən. Tüstü yanğında ölümün əsas səbəblərindən biri hesab olunur. Ona görə də yanğın baş verən zaman əsas məsələlərdən biri də tüstüdən qorunmaqdır. Binanın birinci mərtəbəsində restoran və digər ictimai yaşayış obyektlərinin yerləşməsi təbii ki, əlavə risklər yarada bilər. Çünki burada istilik mənbələri çoxdur. Ancaq ölkəmizdə mövcud olan qaydaların tələblərinə görə yaşayış binalarının qeyri-yaşayış sahələrinə təbii qazın verilməsi qadağandır. Bununla belə hər hansısa bir qazla istismar olunan cihazlanırın həmən qeyri-yaşayış sahələrində istifadə olunması da təhlükəli və təhlükəli olduğuna görə də qadağan edilibdir. Yalnız elektrik qızdırıcılardan istifadə icazəlidir. Ekspert qeyd edib ki, yanğın zamanı insanların zərər görməməsi üçün panikadan uzaq olub bu qaydalara əməl etmək vacibdir. Lakin həmən obyektlərin üst mərtəbəsində yaşayış mövcud olduğuna görə yanğın təhlükəsi təkcə biznesə deyil, orada yaşayan insanların həyat və sağlamlığını da risk altına atır. Yaşayış binalarının qeyri-yaşayış sahələrində bu cür obyektlərin təşkil olunması, istənilən obyektlərin təşkil olunması zamanı tələb olunan normativ tələblərə riayət olunmalıdır. Yanğın törədə biləcək bütün amillər nəzərdən keçirilməli və yığışdırılmalıdır. Yanğın siqnalizasiya sistemləri, ilkin yanğın söndürmə vasitələri təmin olunmalıdır. Seyrani Quliyeva, Çingiz Abdullayev, Missiya TV.